Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu vəsselamu alə Rasulillah. Bu dərsimizdə ərəb dilində şəxs əvəzliklərini götürürük. O, onlar, mən, sən, bax belə. Orada da gərək qeyd eləyək ki, cinsə görə, təkdə, ikilikdə, cəmdə olur şəxs əvəzlikləri. Yəni hamısını götürmürük. 10 dənə götürürük, kifayətdir inşallah. Mən kişi cinsi üçün huva o deməkdir. Hum, onlar. Qadın cinsində hiyə, o, hunnə, onlar. Deməli, hunnə nə vaxt deyik? Əgər bir toplumda ancaq qadınlar varsa, bir dənə kişi varsa, artıq ona hum, onlar deyəcəyik. Deməli, huva o, hum onlar. Hiyə, qadın cinsin o, üçün o. Hunnə, qadın cinsi üçün onlar. İkinci şəxsdə, əntə, sən, ənti qadınlarda, sən. Əntə kişilər üçün, ənti qadınlar üçün. Siz demək üçün, əntum, siz kişilər üçün, əntunnə, siz qadınlar üçün. Deməli, əntə, sən, əntum, siz, ənti, sən qadın cinsində, əntunnə, siz qadın cinsində. Birinci şəxs üçün, hər iki cins üçün eynidir. Ənə, mən, nəhnu, biz. Misallara baxaq. Deməli, bu şəxs əvəzliklərini sadəcə əzbərləmək lazımdır. Onlara aid xüsusi belə bir çətin qrammatik qaydalar yoxdur. Huva muslimun. Deməli, o müsəlmandır. Yenə də burada bizdə əslində mübtəda xəbər cümləmizdir, ismi cümləmizdir. Burada kim o? Kim haqqında gedir söhbət? Onun haqqında. Huva mübtədadır, muslimun xəbərdir. Şəxs əvəzlikləri, onu nəzərə alın ki, şəxs əvəzlikləri müəyyənlikdədir. Çünki sən desən ki, huva, artıq bilirsən də kim haqqında danışırsan. Ona görə bax, mübtəda xəbər, bax bu cümlədə də huva elə müəyyənlikdədir. Şəxs əvəzliyidir, müəyyənlikdədir. Musliman qeyri-müəyyənlikdə xəbərdir. Huva muslimun, o müsəlmandır. Hiyə muslimətun, o müsəlman qadındır. Əntə muslimun, sən müsəlmansan. Əntum muslimunə, siz müsəlmansınız. Yəni də əntum, siz mübtədadır, müəyyənlikdədir. Muslimunə xəbərdir. Deməli, əlifləmsiz qeyri-müəyyənlikdədir və bunlar uzlaşmalıdır. Xəbər uzlaşmalıdır. Əntum cəmdədir, ona görə muslimunə də cəmdə olmalıdır. Əntum kişi cinsindədir, muslimunə kişi cinsindədir. Ənti muslimətun. Əntunnə muslimatun. Deməli, sən müsəlman qadınsan, əntunnə muslimatun. Siz müsəlman qadınlarsınız. Ənə talibun, mən tələbəyəm. Nəhnu nisəun. Ənə talibun, əlbəttə kişiyə haqqında deyəndə də, kişi özü haqqında deyəndə kişi cinsində. Ənə talibun, çünki ənə həm kişi, həm qadın cinsi üçün eynidir. Nəhnu nisəun, biz qadınlarıq. Nəhnu muslimunə, belə də olardı. Yəni, ənə, nəhmi fərqi yoxdur, hansı cinsdir. Yəni, bu qədər əsas tətbiq və əzbərdir.